Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiya'i vel murselin. Nebiyyina Muhammedin ve ala alihi ve sahbihi ve men tebi'ahum bi ihsanin ila yevmiddin əmmə ba'd. Allah həmd olsun qardaşlar, bizləri belə gözəl bir məclisdə cəm eləyib. Allah azza və cəllə bu məclisin səbəbkarlarından razı olsun. Allah malınıza, mülkünüzə bərəkət versin. Amin. Allah azza və cəllə bizləri daim xeyir üzərində birləşdirsin. Allah azza və cəllə qəlblərimizi birləşdirsin. Allah azza və cəllə bizləri burada cəm etdiyi kimi öz Firdevs cənnətində də cəm eləsin. Allahumma amin. Allah azza və cəllə bizlərə haqqı haqq kimi görüb ona tabi olmağı və batili də batil kimi görüb ondan uzaq durmağı müvəffəq eləsin. Deməli qardaşlar, Umdatul Əhkam kitabından libas babını oxuyuruq Allahın izni ilə. Buyurur ki şeyx, El-Hadisul Əvvəl, birinci hədis. An Umar ibn el-Xattab radiyallahu anhu qal Rasulullah sallallahu aleyhi və səlləm. Ömər ibn el-Xattab radiyallahu anhu deyir ki, Allah elçisi sallallahu aleyhi və səlləm belə dedi. La təlbəsul hərir, ipək geyməyin. Fə innəhu mən ləbisəhu fid-dünya ləm yəlbəshu fil-əxirə. Həqiqətən onu kim bu dünyada giyinərsə, axirətdə onu giyməyəcək. Bu hədisi İmam Buxar rəvayət edib 5834-cü hədisdir və Müslim rəvayət edib 2069-cu hədisdir. Bu birinci hədis. İkinci hədis. El-Hadisus-Sani. An Huzeyfət ibn-i Yəmən radiyallahu anhu qalə. Səmi'tu Rasulullah sallallahu aleyhi və səlləm yəqul. Huzeyfət ibn-i Yəmən radiyallahu anhu deyir ki, Allah elçisi sallallahu aleyhi və səlləmin belə dediyini eşitdim. La təlbəsul hərira vələl-dibəc. İpək və dibəc geyməyin. Yəni dibəc də ipəyin növlərindən biridir. İpək parça, üzü hamar. Və la təşrəbu fi aniyyətiz-zəhəbi vəl-fidda. Və gümüş və qızıl qablarda içməyin. Və la tə'kulu fi sihafihimə. Və həmçinin gümüş və qızıl qablarda yemək də yeməyin. Kasalar, qablar, boşqablar və s. Bunlar da yeməyin. فَإِنَّهَا لَهُمْ فِي الدُّنْيَا وَلَكُمْ فِي الْآخِرَةِ. Həqiqətən bunlar, qızıl, gümüş bu qablar, içmək və yemək üçün olan bu qablar, onlar üçün, yəni kafir qövmlər üçün, bu dünyada, sizin üçün isə axirətdədir. Yəni axirətdə sizin su içəcəyiniz, yemək yiyəcəyiniz qablar qızıl, gümüş olacaq. Bu hədisi də İmam Buxar rəvayət edib 5426-cı hədisdir və Müslim rəvayət edib 2067-ci hədisdir. Deməli, İbn Zübeyir, Abdullah İbn Zübeyir radiyallahu anh deyir ki, burada Peyğəmbər sallallahu aleyhi ve sellem deməsinə ki, kim ki bu dünyada bunları giyinib, axirətdə geyinməyəcək, bu deyir onların cənnətə girməyəcəyinin kinayəsidir. Çünki deyir Allah azza və cəllə buyurur ki, وَلِبَاسُهُمْ فِيهَا حَرِيرٌ. Onların orada, yəni cənnətdə giyinəcəkləri ipəkdir. İpək paltarlar giyinəcəklər. Həcc surəsi 23-cü ayə. Bu İbn Zübeyir radiyallahu anhunun nədir? Rəyidir, fikridir. Və bu hədisdən bu qardaşlar biz görürük ki, ipək giyməyə görə və qızıl, gümüş qablardan istifadə etməyə görə şiddətli hədə var. Və bu həmçinin ona dəlalət eləyir ki, bu cür şiddətli hədənin olması ona dəlalət eləyir ki, ipək giymək böyük günahlardandır. Kəbiralardan, böyük günahlardan. Böyük günahın yəni təyin edilməsi nəyə əsasən olur? Məsələn, həmən əmələ görə dünyada hədd cəzası varsa, məsələn, oğurluğa görə hədd cəzası var, düzdür? Deməli, bu böyük günahlardandır. Və ya axirətə dair hədə varsa, şiddətli hədə, məsələn, bu hədisdəki kimi. Kimdir bunu bu dünyada giyinərsə, axirətdə giyməz. Bu, axirətə dair hədədir. Və ya həmən əmələ lənət tərtib edilibsə, lənət deyib, Peyğəmbər sallallahu aleyhi ve sellem həmən əməl sahibini lənət deyib. Deməli, nə var? Bu, böyük günahlardandır. Və ya Allahdan qəzəb, Allah ona qəzəblənər deyə hədə gəlirsə, deməli, bu nədir? Böyük günahlardandır. Və həmçinin imanın nəfi edilməsi, imanın ondan uzaqlaşdırılması. Həmən adam iman etməyib, etməmiş olar deməsi nədir? İmanın ondan inkar edilməsi də həmən əməlin böyük günahlardan olmasının dəlilidir. Burada indi bir məsələ var, qardaşlar.
Bax, digər vaid hədislərində necədirsə, bu vaid hədisdə, bu hədə hədisində də bizim yanaşmamız o cür olmalıdır. Bax, bu vaid hədislərinin şərtləri var. Yəni, vaid hədisinin gerçəkləşməsi üçün müəyyən şərtlərin cəm olması və maniyələrin aradan qalxması var. Məsəl üçün deyir ki, nəmmam cənnətə girməz. Düzdür? Nəmmam cənnətə girməz. Bu nədir? Vaid hədisidir. Deməli, nəmmamlığın cəzası nədir? Cənnətə girməmək. Bu şərtidir. Əgər bir insanda nəmmamlıq varsa, deməli, bu adam şərti yerinə yetirib və cənnət əslində ona haram olur. Amma ortada maniyələr də ola bilər. Adamın həmən hədə hədisinə, vaid hədisinə tam uyğun olması üçün şərtlər yerinə yetirilməlidir, maniyələr aradan qalxmalıdır. Məsələn, kafirlər cəhənnəmdə əbədi qalacaq, düzdür? Əgər həmən o vaid hədisini əməl edirsə insan, məsəl üçün ipək giyinir. Bu hədisdə nədən gedir? İpək giyinir. Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, kim bu dünyada bu ipəyi giyinərsə, axirətdə onu giyməyəcək. İbn Zübeyr də bundan necə başa düşür? Deyir ki, cənnətə girməyəcək. Yəni, vaid hədisidir. Əgər kimsə ipəyi giyinərsə, deməli, həmən o hədənin şərtini yerinə yetirmiş olur. Yəni, haqq eləyir onu. Amma biz dedik ki, maniyələr də var. Maniyə nədir yaxşı? Çünki ikisi də olmalıdır. Şərtlər yerinə yetirib, maniyələr aradan qalxmalıdır ki, o cəza ona verilsin. Maniyə də imandır, qardaşlar. Əgər bir insanda iman varsa, həmən əməlin sahibi əbədi cəhənnəmdə qalmır o əməlinə görə. Əgər imanı yoxdursa, o əməl onun cəhənnəmdə qalmağına nədir? Kifayətdir və səbəbdir. Ümmətin sələfi ittifaq eləyib ki, əgər bir insanın qəlbində zərrə qədər iman varsa, o əbədiyyən cəhənnəmdə qalmayacaq. Hətta ola bilsin ki, bərzaqda, yəni qəbr əzabı çəksin. Və ya ola bilsin ki, Allah Azza və Cəllə öz ədaləti ilə onu cəhənnəmə salsın, əzab versin. Amma bir gün o, mütləq o günahlarından təmizləndən sonra bu Allahın vədidir. Allahın vədidir ki, onu mütləq cənnətə salacaq. Həmən o cəhənnəmdən çıxarıb cənnətə salacaq, o təmizlənəndən sonra. Bax, bu yerdə bu şeyi qeyd eləməyin faydası var. Əhl-i-Sünnə vəl-Cəmaa ilə xavariclərin fərqi bax buradadır. Bu yanaşmadadır. Xavariclərə görə bu cür vaid hədisləri nədir? İnsanın cəhənnəmdə əbədi qalmasına səbəbdir. Onlar deyirlər ki, cəhənnəmdə əbədi qalacaq və o kafirdir. Bəli, ona görə xavariclər böyük günah sahibini təkfir ediblər. Böyük günah sahiblərini təkfir ediblər və deyiblər, əbədiyyən cəhənnəmdə qalacaq. Və hətta buna görə bidət gətirir axı, problem gətirir. Buna görə deyiblər ki, şəfaət də yoxdur. Şəfaəti belə ona görə inkar ediblər ki, cəhənnəmə əgər bir kəs girdisə, heç vaxt oradan çıxmayacaq deyiblər. Amma Əhl-i-Sünnə vəl-Cəmaaya görə, bəli, bu böyük günahlar, hansı ki, bayaq da onun əlamətlərini dedik. Lənət gəlib o əmələ, axirət əzabı gəlib, qəzəb gəlib, rəhmətin uzaqlaşması gəlib, imanın uzaqlaşması gəlib və s. Yəni, bu cür hədələr var, əlamətləri var. Bunlar böyük günahlardır. Böyük günahların əlamətləridir. Amma deyək ki, bir müsəlman, iman sahibi bu günahlardan hər hansını biri eləyərsə, buna görə o təkfir olunmur. İmanına görə. Çünki maniyə var. Bax, şərt yerinə yetirdi, həmən əməli etdi. Artıq, belə deyək ki, əməlin, həmən vəsfin şərti bunda var. Amma maniyə var ortada. Maniyə nədir? Onun imanı. Belə deyək ki, bir dənə müsəlman içki içsə və ya zina eləsə və ya oğurluq etsə və ya faiz yesə və ya ipək giysə, qızıl qabda içsə, qızıl üzük, sehb və s. taxsa, nə olur? Böyük günah sahibi olur. Amma bu, buna görə əbədi cəhənnəmə düşmür. Niyə? Çünki onun imanı var. Zərrə qədər imanı olsa da, onun yəni bir gün cəhənnəmdən çıxmasına səbəbdir. Əhl-i-Sünnə vəl-Cəmaa ilə xavariclərin fərqi baxın buradadır, qardaşlar. Deməli, indi biz burada ipəkdən danışdıq. Dedik ki, Peyğəmbər sallallahu aleyhi və səlləm ipəyi qadağan edib. Deyib ki, ipək qadağandır, haramdır. Yaxşı, bu ipək hər kəsə qadağandır ümmətdən, yoxsa kişilərə qadağandır. Çünki bax, başqa bir hədisdə Əli radiyallahu anhudan gəlir hədis. Əli radiyallahu anhu bir əlinə ipək, bir əlinə qızıl götürür.
Deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm bax belə götürdü əlinə qızılla ipəyi və dedi ki, bu ikisi qızılla ipək mənim ümmətimdən kişilərə haramdır, kişilərə qadağandır. Yəni, ancaq ümmətimə haramdır demədi, kişilərə haramdır, qadağandır dedi. Və bu da ona dəlalət edir ki, qadınlara olar. Qadınlara olar, nə formada? İndi onlar da gələcək. Yaxşı, dedik ki, kişilərə haramdır. Bəs kiçik və ya böyük? Məsələn, bir var həddi buluğa çatmış kişi, bir də var, bax, uşaqlar. Uşaq, oğlan uşağı belə deyək, qız uşağı, oğlan uşağı ipək giyinə bilər? Xeyr. Oğlan uşağına da olmaz. Yaxşı, bəs günahı kim daşıyacaq? Deyək ki, giydi. Valideyni. Bəli. Əgər kiçik uşaqların hər hansı bir harama bulaşması məsələsi varsa, məsələ üçün burada ipəkdən gedir söhbət. Əgər oğlan uşağı ipək giyərsə, nədir? Bu haramdır və onun haramlığının günahını kim daşıyır? Valideyn. Əgər ipək özü özlüyündə olarsa, tək ipək, sadəcə ipək, onun azı da, çoxu da haramdır, giymək olmaz kişilərə. Amma paltarın hansısa bir hissəsi ipəkdən olarsa, burada da ölçü var. Bu da şübhəsiz ki, səhih hədislərə əsasəndir. İndi o hədislər də gələcək. Kişinin paltarının böyük bir hissəsi, əsas hissələri başqa parçalardandır. Amma onun 2, 3, hətta 4 barmağa qədər hissəsi isə deyək ki, ipəkdəndir. Bunu giymək icazəlidir. Bu onu haramlaşdırmır. Amma deyək ki, 4 barmaqdır, elə cəmsi ipək, amma digər hissəsi sadəcə 3 barmaqlıq hissəsi qalır. Məsəl üçün, şarf kimi. Onu giymək olar, yox. Yəni ki, burada nədən gedir söhbət? Böyük bir paltardır, onun sadəcə kiçik bir hissəsi, bir hissə olaraq, ora ipəkdən varsa, 2-3 barmaq, 4 barmaq, burada deyiblər ki, problem yoxdur. Nəyə görə bu şey? Kişilərə olmaz, amma qadınlara olar. Əgər kişi daim ipək giyməyi vərdiş eləyərsə, həmişə vurarsa, mütləq deyir, onda bəzi qadınsı xasiyyətlər ortaya çıxar. Qadın xarakterləri ortaya çıxar, xasiyyətləri ortaya çıxar. Təbiəti deyir, dəyişər. Çünki o çox zərif, incə bir paltardır. Abdullah ibn Zübeyir radiyallahu anh hətta deyib ki, qadınlarınıza belə ipək geydirməyin. Qadınlarınıza belə ipək geydirməyin. Mən deyir, Ömərdən eşitdim ki, o Peyğəmbər sallallahu aleyhi və səlləmdən belə eşitdiyini rivayət edir. Mən ləbisəl hərirə fid-dünya ləm yəlbəshu fil-əxirə. Kim dünyada ipək giyinərsə, axirətdə bunu giyməz. Yəni, buna görə də Abdullah ibn Zübeyir özündən deyib ki, və hədis olaraq deyil, öz fikri olaraq deyib ki, kim də onu axirətdə giyməzsə, deməli cənnətə girməz. Çünki cənnətdəkilərin paltarı ipəkdir. Və bu, şübhəsiz ki, Abdullah ibn Zübeyrin bu hədisdən ilkin olaraq başa düşdüyü və söylədiyidir. Və sonra alimlər deyir ki, Abdullah ibn Zübeyir bunu bu cür başa düşür. Sonradan artıq bəlli olur ki, bu təhrim, bu haram məsələsi kişilərə xasdır. Amma qadınlara rüxsət var, icazə var. Qadınlara icazə var ipək giyməyə. Və həmçinin kişilərə bax bu cür digər ipəyin növləri olan paltarları da giymək qadağandır. İpəyin çünki növləri də var. Atlas deyilən ipək növü var, adi ipək növü var. Məsələn, ərəbcə bunların müxtəlif adları var. Sundus var, istəbraq var, dibəc var. Bunlar növ-növ ipək paltarlar. Bunlar hamısı qadağandır. Əgər bir şey xalis ipəkdirsə, onlar hamısı nədir? Qadağandır. Necə ki, başqa bir hədisdə gəlir ki, lə təlbəsul hərirə və ləl dibəc. İpək və həmən o dibəc olandan da giyməyin. Və bu da nədir? Ümmətdən kişilərə xasdır, qardaşlar. Deməli, sonra gəlir, hədisin axırında nə gəldi? Ki, qızıl, gümüş qablarda içməyin və həmçinin yeməyin. Bu deyir, bütün hamıya aiddir. Kişilərə də, qadınlara da. Kişilərə də qadağandır bu şey, qadınlara da qadağandır. Deməli, biz buradan nə başa düşürük? Bəli, müsəlmanlara da elə əslində hər kəsə qadağandır. Sadəcə müsəlmanlar buna təslimiyyət göstərib, iman edirlər. Amma digərləri iman eləmir, o demək deyil ki, onlara olar. Müsəlman olmayanlara da olmaz. Əslində, müsəlman olmayanların üzərinə vacibdir ki, neynəsinlər? İslamı qəbul etsinlər. Bu şəriət onlara da xitab eləyir. Deməli, ən ciddi məsələ qablar məsələsidir.
qızıl, gümüş qablardan istifadə etmək. Bu baxırıq ki, həm qadınlara, həm kişilərə qadağandır. Olmaz. Sonra gəlir paltar. Paltar nədir? Biraz yüngüldür. Niyə? Çünki kişilərə qadağandır. Qızıl taxmaq qadağandır. İpək və ipəyin növlərini geyinmək qadağandır. Amma qadın bu məsələdə nədir? Geyimlər baxımından və zinət əşyaları taxmaq baxımından qadının fitrətinə də uyğun olduğu üçün şəriət buna icazə verib. Amma yemək, içmək məsələlərində qadağa qoyub ki, qızıl, gümüş qablarda yemək, içmək olmaz. Çünki qadın öz zövcəsi üçün, öz yoldaşı üçün bəzənir. Ona görə bu ipək onu daha gözəl, daha zərif göstərdiyi üçün şəriət ona icazə verib. Ki, yəni, hətta yoldaşına o daha da gözəl görsənsin. Amma kişilərdə belə bir ehtiyac yoxdur. Kişilərin bu cür zinət əşyaları və yaxud da o cür ipək və s. giyinib özlərini zərif göstərməyə ehtiyac yoxdur. Kişi nə qədər sərt görsənsə, elə o qədər yaxşı. Amma qadın nə qədər incə görsənsə, ona görə bax görsən, makiyajdır, qızıl, gümüş zinət əşyalarıdır, bax bu cür incə paltarlardır. Bunlar nədir? Qadınlara öz ərləri üçün bəzənmələri icazədir. Yaxşı, bəs bu qadınlara, qardaşlar, dedik ki, qadınlara istisnalı giyməyə icazədir. Bəs paltar yox, başqa bir şeylərdə ipəyi istifadə edə bilərlər, məsəl üçün yataq dəstləri və s. Xeyr, olmaz. Çünki burada nə var? Bir ehtiyac yoxdur. Məsələn, paltar olaraq icazə verib şəriət, çünki kişisinə, qadın öz yoldaşına, zövcünə nə edir? Bəzənir və bu ipək onu gözəl göstərir və süs olaraq bunu istifadə edir. Amma yataqda belə bir ehtiyac olmadığına görə şəriət bunu qadağan edir. Yataqdır və s. bu cür ipəkdən bu cür şeylərdə istifadə eləmək olmaz. Deməli, belə götürsək, ipəyi deməli harada istifadə eləmək olar? Ancaq qadınların paltarlarında öz ərləri üçün bəzənmələri zamanı giyməyə icazə var. Amma məsəl üçün, deyək ki, ipəyi giyinib qadın naməhrəmlər olan yerə çıxa bilər, çölə çıxa bilər, yox, bu da doğru deyil. Çünki o ipək o qədər zərifdir ki, hicabda olan o hikmət ipəkdə aradan qalxır. Çünki o bütün bədənini, qadının bütün bədənini ən incə cizgilərinə kimi bildirir. Hicabda isə məqsəd nədir? Bədəninin örtülməsi, bədənin cizgilərinin örtülməsi. Bəli. Ona görə ipəyi ancaq qadın nə vaxt giyinə bilər? Öz yoldaşı üçün, öz həyat yoldaşı üçün bəzənəndə giyinə bilər. Və kişilərin də paltarlarında şəriət buna icazə verib, hər hansı bir hissəsində kiçik parçacıqlar olaraq, kiçik parçalar 2 barmaq, 3 barmaq, maksimum 4 barmağa qədər hansısa bir hissəsini icazə verib şəriət. Həmçinin Peyğəmbər sallallahu aleyhi və səlləm burada deməsi ki, bu ipək onlara bu dünyada, sizə isə axirətdədir. Bu möminlərə bir nədir? Təskinlikdir. Yəni, siz bunu axirətdə geyəcəksiniz, narahat olmayın. Bu müvəqqətidir. Axirətdə isə əbədi geyəcəksiniz. Həmçinin şərab haqqında da bu cür gəlir. Düzdür? Qızıl, bax, qızıl bilərziklər və s. möminlər axirətdə taxacaqlar. Amma bu dünyada qadağandır. Bu hədis də bu qədər.